Hər kəsə salam. Bugünkü video Cyber Warfare-in Webruta imtahanı ilə bağlı olacaq. Bu imtahana daxil olmaq üçün exam hissəsinə daxil oluruq və burada ilk öncə bizə 30 günlük bir lab aktivasiyası gəlir. Hal-hazırda mən onu dünən başlatdığım üçün artıq davam edir. Credential olaraq 2 dənə web app verir, hansı ki biri eyni IP-nin fərqli portlarında yerləşirlər həmin web applər. Daha sonra modulun exam hissəsinə daxil modullarda da bir dənə exam var. Hansı ki bizdə burada suallar qarşılayır. 16 dənə sual yerləşir burada. İlk 4 sual nəzəri suallardır. Hansı ki bu sualları heç bir şey etmədən yazmaq mümkündür. Artıq 5-ci sualdan başlayaraq web app haqqında suallar başlayır ki, hansı ki məsələn burada bizə bildirir ki, what's the role allocated autentifikasiya olmamış userlara web app 1-də verilən rol hansıdır? Bunun üçün gəlib ilk olaraq web app 1-ə baxmalıyıq. Gəlib Firefox-umuzda arxada Burp-Suite açıq yandırmışam artıq. Gələn sorğular tutulsun deyə. Daha sonra gəlib bunu Dirsearch vasitəsilə sorğu göndərə bilərik. Bu da arxada özü üçün geçsin. Aha, deməli Dirsearch artıq yavaş-yavaş nəticə verməyə başladı. Mənə lazım olan da bu hissə idi, onsuz da dashboard hissəsi. İlk olaraq səhifəyə daxil olduğumuzda biz belə bir səhifə qarşılayır ki, login səhifəsi. Get start bastığımız zaman login səhifəsini atır. Burada captcha ilə qarşılaşırıq. Basic bir arithmetric captcha gəlir. Username istəyir, password istəyir. Daha sonra da captcha-nı daxil etmemiz gözləyir. Deməli, bunlara baxmamışdan əvvəl gəlin dashboard hissəsinə baxaq. Bizim üçün lazım olan bir şey görək. Dashboard hissəsinə daxil olduğumuzda fikir verirsə, heç bir şeydən qeydiyyatdan keçməmişik. Yəni, unauthenticated user-ıq hal-hazırda və bizə rol olaraq anonim istəyir. Bu da elə suallarımızın artıq birinin cavabının çıxdığını göstərir. Anonim user'ının və daha sonra hansı endpoint-dən tapdığımızı soruşur. Növbəti sual olaraq biz burada nə edəcəyik? Ctrl-Shift-E və yaxud da sağ klik inspect düyməsini klikləyərək gəlirik burada cookie hissəsinə. Normalda access token falan olur. Burada remember tokens falan sonradan artılıb, səhv etmirəmsə. Gəlib bunu kopyaladığımız zaman fikir veririk ki, 3 hissəyə bölünüb. Yəni, burada bir nöqtə ilə bu hissə var, ikinci hissə və üçüncü hissəmiz boşdur. Bu JIT-də nədir? JIT-də non-algoritm hissəsi var ki, hansı ki, bu zaman signature key olmur. Onun özü də bir problemdir bizim üçün. Əslində bizim üçün yox da, site üçün. Fikir verirsə, algoritm olaraq non qeyd edilib və burada hər hansı bir signature key yoxdur. Və decoded payload-da subject anonymous, role anonymous. Gəlib burada yoxlaya biləcəyimiz şeylər nədir? Subject və rolu admin və ya hər hansı bir başqa bir şey olaraq dəyişmək. Admin olaraq dəyişdirdikdə heç bir geri dönüş olmur. Hələ bizi atır ki, icazən yoxdur, səhv etmirəmsə, elə bir şey olmaydı, elə bir error verir. Daha sonra user olaraq dəyişdim. Gəlib burada access token hissəsində enter basırıq və səhifəni yeniləyirik. Səhifəni yenilədiyimizdə rol olaraq user olduğunu göstərir. Təbii ki, burada biz rola Elmir yazsaq, Elmir olaraq göstərəcəkdir və ya hər hansı bir başqa bir şey yazsaq, başqa bir şey göstərəcəkdir. Lakin onların hər hansı bir eventi olmur. User'ın eventini görürük, hansı ki burada. Bizə lazım olan cavabları da buradan çıxardırıq, 2 dənə cavabı. 1-7-ci sualın cavabı belə çıxır və 8-ci sualın cavabı da belə çıxır ki, hansı ki burada yazıb ki, created by not at physical admin-də nədə elə bir şey yazıb. Onu da kopyalayırıq, bu bizə lazım olacaq çünki artıq bir dənə user'ın adını bilirik ki, belə bir user'ımız var. Daha sonra buradan logout bassaq, yenə əvvəlki səhifəyə qaytaracaq bizi, login səhifəsinə. Və bizdən istəyir ki, please login to access this page. Login olmağımızı istəyir. Məsələn, username'i bilmirik. Salam yazaq, nəysə, qalsın. Passworda da salam. Və captcha-nı səhv yazaq. 2. Captcha-nı səhv yazdığım zaman götürür, deyir ki, incorrect captcha, answer try again. Fikrimcə belədir ki, sorğu belə gedir. İlk olaraq captcha-nı yoxlayır.
captcha doğru olduğu təqdirdə username və password hissələrini keçid edir. Məsələn, yenə username-i götürək. Bunu username olaraq yazaq. Passwordu da elə onu yazaq, bir də əziyyət çəkməyək. Və captcha-ya da -4 yazaq. Bu zaman isə invalid username or password gedir. Təbii ki, burada gedən post sorğularına baxıb belə bir şey də görə bilərik. Məsələn, bu axırıncı atdığımız post sorğusudur. Username doğruydu. Fikir verirsə, not at physical admin. Və captcha'mız da doğrudur. Digər bir post sorğusuna baxsam, artıq aradakı fərqi görürük ki, biri 211 millisaniyə deyək ki, respons verib. Digər isə 384, yəni 400-ə daha yaxındır. Yəni, buradan belə çıxır ki, captcha doğru olduqda, bizim username-imiz də doğrudursa, biraz daha çox vaxt sərf edir. Gəlin, captcha-nın doğru, username-in fərqli olduğu bir hal yoxlayaq. Salam, password, yalandan bir şey, captcha-da olsun 21. Yəni, invalid username or password gəlir. Və yenə gedən post sorğusuna baxdığım zaman 200-lü bir şey olduğunu görürük. Dəqiqləşdirmək üçün bir də yoxlasaq əgər username-i və captcha-nı. Artıq gedən sorğuda yenə 300-lü bir şey gəldiyini görürük. Bu 400-də olur, 300-də olur, yəni dəyişir. Əsas odur ki, aradakı fərqi görürük ki, buradan bilirik ki, username-imiz doğrudur. İlk olaraq ağlıma captcha bypass gəldi. İnternetdə də axtaranda arifmetrik captcha bypass haqqında məlumatlar geniş çıxır. Yəni, fərqli toollar falan çıxır, ya video falan çıxır. Burada AI-dən istifadə edim, süni intellektdən, biraz daha kömək olsun deyə. Və captcha götürür neyniyir? Bayaqlarda gördüyümüz kimi orada bizə tokenlər verilir. Hansı ki, bu siyasət tokeni də buradan gəlib görə bilər yerə. Bu hissədə olmalı, səhv etmirəmsə. Aha, deyək. Input gəlir ki, siyasət token, type hidden, bir də dəyəri. Və burada bizə gəlir ki, əgər biz burada CSRF-i artırmasaq, bu hissədə, bizə error qaytarır ki, CSRF token tapılmadı. Yəni, bu AI-in verdiyi kod işləmir. Ona görə CSRF tokeni də artırmalıydıq. İlk olaraq gördüyümüz kimi session'da request-i götürür session olaraq. Base URL-də həmin IP və portdur. Və daha sonra mən daxil elədim ki, CSRF bu formada olacaq. Yəni, buna uyğun bir regex yazsın. Və həmin gedib regex'i axtarıb tapır, gətirir CSRF token olaraq da qeyd edir, əgər match olursa. Daha sonra captcha-nı çözmək üçün adi riyazi hesablama olduğu üçün evaldan istifadə edir. Evaldan istifadə edir, səhv eləmirəmsə, bir dənə baxım. For password. Hansı hissədədir? Response session, CSRF patch, CSRF token, capture response session, use capture response question. ADH bu hissədə. Fikir verdiyiniz kimi evaldan istifadə edir. Eval düzdür, təhlükəli bir proses yerinə yetirir. Lakin bunu öz kompüterimizdə icra etdiyimiz üçün hər hansı problem olmayacağını düşündüm. Yəni, website qursam, eval istifadə etsəm, bəlkə onda problem yaşadardı. Lakin skriptin içərisində bu mənə heç bir problem yaratmayacaq. Və daha sonra brute force işləm başlayır ki, hansı ki, artıq yoxlamalar gedir. Bunun özünün bir dənə problemi vardı buradakı kodun. Hansı ki, həmin problem nə idi? Müəyyən sorğu sayla sonra 20 və yaxud da 25 deyəsən, avtomatik olaraq connection itirdi və bizə error qaytarırdı. Bunu da dəyişmək üçün deyəsən, belə bir sorğu göndərildi. Yoxsa bu başqası üçündür. Yox, deyəsən, bu başqadır. Bir dənə baxmadılarına. Ola bilsin ki, denəmə olsun. Aha. Burada fikir verirsə artıq özdə yazıb, qeyd edib ki, avtomatik retry mexanizmini quraşdırırıq. Müddət artır. Və demək olar eyni koddur. Sadəcə
əlavə olaraq gözləmələr artırılır bura. Hər 20 sorğudan bir serveri dincəlt yazır. Sorğu tamamlananda 3 saniyə fasilə verilir. Daha sonra tapılsa əgər password tapıldı deyilir. Username-i özüm verirəm deyə sadəcə mənim yerdə qalır passwordu tapmaq. Captcha-nı da eval vasitəsilə həll edir. Əgər mən yoxlamaq istəsəydim necə olacaqdı? Məsələn, belə bir sorğular başlayacaqdı yavaş-yavaş getməyə. Fikir verirsə yazır. Wordlist olan şeyləri yoxlayır. Burada təbii ki, wordlist qeyd olunubdur. Daxildə wordlist texti var. Həmin textdə olan sözləri başlayır yoxlamağa. Və captcha-da avtomatik olaraq dəyişir. Təbii şimdi burada görsənmir, amma istəsək artıra bilərik. Python 2. Belə də edə bilərik ki, məsələn, tokeni də göstərsin. Tokenin ilk 10 simvolu səfərəmsə görsənir burada. İndekslərin verilmiş. İstərsəz Option tokeni də göstərə bilərsiniz. Nəysə. Bununla bir xeyli vaxt itirdim. Çünki SQL injection başda yoxladım, lakin alınmamışdı. Və bir xeyli vaxt itirdim ki, bəlkə username-in özü var, parolunu taparam, lakin alınmadı. Nəyəsəm də. Və belə bir payload yoxlayanda artıq burada payloadları yoxlamaq üçün nə edə bilərik? İnternetdə gəlib SQL injection haqqında cheat sheetlər var ki, hansı ki, həmin cheat sheetləri yoxlaya bilərik. Authentication bypass üçün olanlardan. Burada belə idi, səhv eləmirəmsə, səhv yaza bilərəm. Başla. Password istədiyimiz bir şey və captcha-ya da düzgün bir şey yazmalıyıq. Bunun səbəbi nədir? Captcha-nı yoxlayır sistem. Captcha doğru olduğu təqdirdə keçir username yoxlamağa. Yəni captcha false olsa username password hissəsinə keçmir. 6 yazıram və sistemə daxil ola bilirəm. Burada bir dənə problem nə də yaranır? Tam hissə mənə aydın olmayan hissə oradadır ki, username hissəsinə mən belə yazıramsa və bu keçirsə əgər, indi yoxlayaraq keçməyə də bilər, düzdür. Bu keçirsə, niyə mən boş göndərdiyim zaman keçmir? Elə bir sual mənə qaranlıq qalır. Onu da araşdırıb tapa bilsəm, əlavə edəcəm yorumlara. Incorrect captcha. Nəysə fide. Aha. Gördüyünüz kimi sistemə daxil ola bildik. Rol olaraq admin verified özdə deyir. Mən logout eləyəcəm. Username hissəsinə yazıram. Passwordu da hansıda fərqi yoxdur. Nə olur olsun. Bunu qeyd edirəm. Burada gedən sorğumuz nədir? Sadəcə sual tək dırnaq atırıq SQL sorğusunu pozmaq üçün. Daha sonra or 1 bərabərdir 1. Bu həmişə true olan bir ifadədir. Və dash-dashdəki kommentariyanı bildirmək üçün istifadə olunur. Məsələn, mən gəlib burada belə bir şey yoxlasam, submin, ya nə bilim, nəsə random bir şey. Normalda nə etməliydi? Bu tərəf false, bu tərəf true'dur deyə sistemdə ilk olan user qaytarmalıydı bizə. Ola bilsin ki, burada nə var? Daxil olmaq istədiyimiz user sistemin ilk user'ı deyil və ilk user boşda olan bir user'dır. Yəni elə bir user yoxdur. Sadəcə fərqli bir user. Boş bir şeydir və yəni ona daxil ola bilmirik. Ağlıma gələn ən məntiqli səbəb odur. Yəni bu nə vaxt yoxlanardı? Submin. Məsələn, sistemin ilk user'ı not at physical admin olsa, onda submin yazmağım və hər hansı bir şey yazmağım avtomatik olaraq sistemə mənə qoyacaqdır ki, daxil ola bilim. Düşünürəm ki, yəni bu user sistemin birinci user'ı deyil və birinci user'da yoxdur sistemdə. Yəni hər hansı bir boş, blank bir şeydir, ya nədir? Tam dəqiq bilmədiyim üçün yalan deyəcəm. Yəni öz fərziyyəmi irəli sürürəm və sistemə daxil olaq hər nəysə. Sistemə daxil olduğumuz zaman belə bir dashboard qarşılayır bizi. Yenə fikir verirsə, bayaqki hissədə gəldiyimiz dashboard hissəsidir. Not at physical admin tərəfindən yaradılmış user. Və burada bizi update və delete qarşılayır. Update kliklədiyimiz zaman aşağı düşdüyümüzdə məsələn submit XML view event as XML gəlir. Və burada biz XML-ı görürüksə nə yoxlamaq ağlımıza gələ bilər? Təbii ki də XXY boşluğu. Gəlib onu da yoxlayaq. Bunu əllə yazmaq biraz
vaxt aparacaq. Ona görə XXY port Swigger yazaq. Və elə burada gəlib bunu kopyalasaq, əlavə eləsək. Daha sonra bir də doctype əlavə edirik. Və gəlib bura əlavə edirik. Doctype əlavə etdikdən sonra bura XXY qala da bilər, qalmaya da bilər. Mən description'da yoxladım alındı. O digərlərində yoxlamamışdım. Description'da falan yoxladım. Elə alındı. Burada gəlirəm XXY yazıram. Və burada ən əsas şeylərdən biri də nöqtə verginin olmasıdır. Gəlib yoxlayaq, submit XML deyirik. Və fikir veririksə, biz artıq avtomatik olaraq HTTP password faylın içərisini oxumuş olduq. Bizə bir dənə belə bir flag verir, hansı ki bu da cavablardan biridir. Burada gedən sorğuda nədir? Bir dənə entity əlavə edirik sistemə. XXY adında bir dənə entity əlavə edirik. O da sistemi gedir, çağırır, HTTP password faylın oxuyur. Və gəlib biz burada and işarəsi vasitəsilə həmin entitini çağırmış oluruq. Yəni o entity də çağırıldıqdan sonra gedir nəticəsini bizə göstərir. Və gəlib suallara baxdığımız zaman görürük ki, cavablardan elə biri lokal fayl sistemi soruşur, HTTP password idi o. Daha sonra bizdən soruşur ki, web app 1-də olan flag nədir? Onu da artıq tapdıq. Gəlib burada description hissəsində də and XXY nöqtə vergül yaza bilərdik. Ya da elə gəlib burada update event hissəsində rahatlıqla tək bir sətr yaza bilirik. Cancel deyək. Burada özümüz yeni bir dənəsini yarada bilərik. Eyni prosesi həmin yerdə təkrar etsək, yenə eyni nəticəni alacaqdıq. Aha. Daha sonra buradan manage event hissəsini görürük. Saçdım. Bayaqları eventlər idi onsuz da. Check outage görürük. Daxil olduğumuz zaman Guess the clouds aren't just storing data, they are sneaking vacation. Keep your apps grounded with instant outage alerts. Gəlib mən burada check status deyirəm və bu mənə göstərir ki, application JSON content type-ında bir dənə mesaj gəlir service health haqqında. Status da OK-dir. Görürük ki, burada lokal hostda sorğu gedir 8000 portu üzərindən və health endpoint nə deyək? Sorğumuz gedir. Success və status kod 200 qaydır. Daha sonra burada bizə gəlir ki, fetch status service URL. Təbii ki, gəlib burada başlayırıq yoxlamağa. 127.0.0.1 və 8000 portu deyək. Bizə belə bir error qaytarır result olaraq. Və bu errordan artıq biz başlayırıq bu hissədə müəyyən bypass üsullarından istifadə eləməyə ki, arxada indi WAF yerləşibsə onu keçə bilək. Burada təbii ki, nə edə bilərik? Gəlib qoşa nöqtədir, //dir. Bunları URL enkod edə bilərik. Bunu gəlib internetdə səhifələrdən də edə bilərik və yaxud da WordPress-in özündə olan decoder hissəsindən də edə bilərik. Məsələn, gəlib belə bir şey eləsəm, encode as URL. Və gəlib bunu kopyalasam, gəlin bu hissəni silim, bunları URL encode formatda verim. Fetch secret deyirəm. Bunu bir neçə dəfə yoxladıqdan sonra alınır. Bu oturub bir-bir yoxladım, hamısını elədim, sonra tək-tək elədim, 8000 elədim, axırdakı qoşu nöqtəni elədim. 127.0.0.1 yerinə və yaxud da belə bir şeylər də yaza bilərdik, təbii ki də. Fərqli bir senaryo olsa 127.1 yaza bilərdik və ya local host yaza bilərdik. Local hostu belə yox, local host, yəni hərflərdən bəzilərinin böyük, bəzilərinin kiçik olduğu kimi yaza bilərdik. Bunları yoxladıqdan sonra gəlib gördük ki, axırdan biri yekun nəticəni verdi bizə, bayaqki formada. Tapım o formanı. Aha. Bu formada yazdığımız zaman qoşa nöqtəni heç bəlkə eləməsəm də olardı. Burada qoşa nöqtə yoxlayım. Aha. Əsas olaraq slashləri elədiyim təqdirdə mənə nəticəni verdi. Bir dənə content deyir, hidden in layers. Daha sonra requested URL deyir və görür ki, 8000-də secret URL-sinə sorğu göndərilir. Bu da elə cavablardan biridir, hansı URL-yə getdiyini deyir. Fetching secret web app 1-də. Daha sonra bizdən
bu hissəni bir götürür cavab kimi istəyir və onun açılışını istəyir. Gəlib burada nə edirik? Fərqli web toollardan istifadə edə bilərik. Super decode effect bir identifier. Aha. Mən bundan istifadə edəcəm. Gəlib burada layer'ı kopyalasam başdan ayağa kimi. Eləyə bilsəm. Daha sonra gəlib atıram bura. Analiz edirəm. ASCII kodu seçirəm. Bu slash yəqin ki səhv olacaq, amma nəysə. Aha. Gələn nəticələrdən qarşıma çıxır ki, hex formasında və burada bərabəri gördüyü də avtomatik olaraq adamın ağlına olsa da base 64, base 32 falan gəlir. Gəlib bunu da yerləşdirəm yerinə, analiz edirəm. Analiz dediyimdə elə özü məni qaytarır ki, base 64 coding özü də yüksək səviyyədə, yəni yaşıl daha yuxarıdır. Gəlib bunu yerləşdirdikdən sonra yerinə decode deyirəm. Və decode dediyim zaman belə bir nəticə ilə qarşılaşırıq ki, bir username verir və onun passwordunu verir. Təbii ki, bu password hash da ola bilər. Bunu daha sonra yoxlayacağıq. Username və passworddan əldə eləmiş oluruq. Bu da digər sualın elə birinin cavabıdır. What's the plain text version of hidden in layers in Web App 1? Və beləliklə Web App 1-də olan suallarla yekunlaşmış oluruq. Hansı ki, srf boşluğu var idi, XXY var idi, SQL injection var idi. Daha sonra da nə var idi, yandan çıxdı. Nəysə. Daha sonra Web App 2-yə keçirik. Web App 2-yə keçdiyimiz zaman burada artıq biraz süni intellekt mənə kömək oldu. Deməli, başlanğıc olaraq belə bir error qaytarır bizə. Not found, URL was not found on the server. Daha sonra dirsert, fav bir sıra bu toollardan istifadə elədim. Fərqli wordüslərdən istifadə elədim. Heç birində alınmırdı nəticə. Nəticəni özü bizdə variantda cavablarda göstərir ki, example olaraq məsələn, hər hansı bir directorinin altında başqa bir directordir. Gəlib nə ola bilərdi burada? Burada ola bilərdi ki, məsələn, AI-a ya da özümüz yaza bilirsək, özümüz yazırıq ki, script yazılsın bir dənə, hansı ki, götürsün bir dənə sözü götürsün, wordlist'in içərisində olan bir dənə sözü götürsün. Məsələn, admin. Və digər sözləri adminin altında başlasın yoxlamağa. Sonra növbəti olaraq fərqli bir söz götürsün, administrator. Yəni, belə ardıcıl olaraq sözləri götürsün. Hansı ki, bu nəyə bənzəyir? Burp-suite-də intruder'da hücumlardan var. Proxy, control, məsələn, birini göndərim intruder'a. Burada hansı ki, cluster bomb idi, səhv edərəmsə. Set to its position intruder ithers all possible common office set. Catapult set to each position intruder ithers. Parallel səhvdir. Simulating place the same payload into all position using a single payload set. Səhv edərəmsə cluster bombalasıdır. Yəni cluster bombda olduğu kimi bir dənəsini götürür və yerdə qalan wordlistdə olan sözlərin hamısını başlayır ikinci dəfə yoxlamağa. Elə alt-alta yoxlayacaq. Yəni nətər? Notepad. Nəticə səhifə. Məsələn, admini götürəcək. Birinci söz admindir wordlistində. Başlayacaq yoxlamağa. Admin, login. Bu biraz çox vaxt aparan bir şey olacaqdır. Gəldim süni intellektə yazdım ki, bəs default olaraq mənə elə şeylər qaytar ki, login page'lər olsun. Bundan sonra götürdüm bunları. Məsələn, özü göstərir bizə API aus, sign in, panel login. Burada login txt kimi deyir, bunları saxla. Bunların hamısını əlavə elədikdən sonra rahat bir şəkildə fav eləmək mümkündür. Və burada əlavə olaraq bizə prototiplər də verir ki, lablarda çox işləyir. Web app login, app login və elə bizə lazım olanlardan biri də burada hansıdır? Client login. Mən adicə client yazdığım zaman /client bu mənə error qaytarır. Buna görə də dirsert kimi toollar bunu görmür, directory kimi görmür. Onun altında da heç bir şey yoxlamır. Götürür, avtomatik olaraq bunu deyir ki, heç bir şey tapmadım və keçir növbətinə. Ona görə heç bir nəticə alınmırdı. Yəni elə bir
ya skript yazmaq lazımdır, ya da süni intellektdən default olanları Word kimi yazıb ən yaxşı halda məndə kimi alınmanı gözləməkdir. Daha sonra client loginə daxil oldum və belə bir sayt qarşılayır bizi. Burada login with us deyirik və bizdə artıq credential'lar da var idi. Username və passwordumuz. Gəl belə bunu buradan götürsən. Bu username'imdir. Növbəti istəyirsə mənim passwordumdur. Gəlib burada password kimi yoxlaya da bilərik. Alınmasa hash qurmaq da olar. Lakin alınır elə. Not now deyirəm. Və bizə belə deyir ki, client 1337 requested scope, scope'umuz read'dir. Allow bastığım zaman icazələr nədir? İndi gələcək. İcazə ver falan. View your data deyir. Öz haqqında bax və bizi welcome user nəmrinə bayaqlar daxil edilmiş user. You have read access. View your data deyirəm. Heç bir şey qarşılamır. Explore public resource. Yenə heç bir şey qarşılamır. Yəni boş bir səhifədir sadəcə. Və user data nə bilim elə belə bizə maillər göstərir. Daha sonra qayıdıram və gəlib biz bunu bölücükdə tutub dəyişə bilərik. Lakin hal-hazırda scope elə adi URL hissəsinə görsənir. Bölücükdə nətər idi? Bölücükdə post sorğusu budur mu görə? Yox, mənə lazımdır. Aha, bu sorğu. Bu sorğudadır görə. Get. Aha, bölücükdə görürük ki, post sorğusunu göndərdikdən sonra intercept hissəsində bir dənə get sorğusu gələcəkdir. Biz gəlib həmin get sorğusuna scope-u dəyişəcəkdik, fərqli şeylər eləyəcəkdik. Bunu da süni intellekt vasitəsilə ən default olanları çağırsaq, bizə gəlir ki, scope ready dəyiş admin edə bilərsən, write edə bilərsən, read write edə bilərsən, full edə bilərsən. Admin olaraq dəyişdim və admin olaraq dəyişdən sonra yoxlamaya başladım. Gəldim bunu admin edirəm və admin elədikdən sonra fikir verirsə request scope admin olaraq da dəyişdim. Ora nə yazıramsa o da gəlir. Və burada allow dediyim zaman məndən OTP kodu istəyir. Email göndərilmiş OTP kodu. Təbii ki də burada random yoxlaya bilərik. 1-2-3 submit elədim. Invalid OTP try again. Bu OTP-ni həmişə göndərmir deyə bir dəfə göndərir və burada necə deyim, nə qədər istəsə yoxlaya bilir. Yəni brute force vasitəsilə tapa bilirik ki, bu rəqəm hansıymış. Dəyişmir yəni sistem. Hər dəfə yenilənmir OTP kodumuz. Bu da sistemin daha bir zəifliyidir. Gəlib burada nə edirəm? Göndərilən post sorğusuna baxıram və daha sonra bunu Ctrl-E və yaxud da sağ klik eləyib Send to intruder deyirəm, intrudera göndərirəm. Və mənə lazım olan isə OTP hissəsidir. Burada simple listəsini dəyişirik, brute force eləyirik. Niyə? Çünki brute force eləyəcək. Yəni həmin sən fərqli yoxlayacaq. Number yoxlamırıq ona görə ki, burada məsələn 0-0 ola bilər, 0-1-0 ola bilər. Yəni fərqli karakter birləşmələri ola bilər deyək. Ona görə biz burada brute force-dan istifadə edirik və gəlib hərfləri silirik. Hərflər bizə lazım deyil. Minimum length 3 olur, maksimum length 3 olur. Və daha sonra start attack deyirik. Artıq gözləyirik ki, hansısa fərqli length verə bilər, hansısa fərqli status kod verə bilər və ya response receive vaxtı fərqli ola bilər. İndi onu gözləyirik ki, hansı olacaq o. Aha. Bunu yoxlaya bilərik bəlkə də. Response, invalid OTP, lakin bu deyil. Fikir versə, yenə invalid OTP deyir, bad request deyir. Buna heç bir şey çıxartmadı bizə.
Görən requestimizdə hər hansı bir fikir verirsinizsə, bunu harada dayandırım bir dənə. Status kodumuz da fərqlidir. Response receipt o qədər fərqli deyil, yəni buradan heç bir şey əldə edəməyəcək. Və linksimiz fərqlidir. Linksdə gələn responsa baxdığımda you should be redirected automatically deyir, bizə avtomatik göndəriləcək. Mən gəlib bunu Ctrl R-ə basaraq repeater'a göndərə bilərəm həmin sorğunu. O tipi kodu 176-dır gördüyünüz kimi. Və burada send eləyərəm. Buradan bir dənə settingsdən WebSuite-in ayarlarını düzəldim. Renderdə görə bilək. Fikir verirsinizsə, özü bizə deyir ki, follow redirection. Yəni bunu deyir, özün də eləyə bilərsən, əgər göndərməsə linkə kliklə və yaxud da follow redirection elə. Və bizə belə bir səhifə qayıdır. Bunu gəlib elə özümüz ən yaxşısı burada yoxlamaqdır, OTP kodun. OTP kodu səhv eləmirəmsə 176 idi. Dəyişmir deyər, rahat şəkildə brute force eləyə bilirik. Yəni, hər dəfə sorğu göndərdiyimizdə yeni bir OTP kodu bizə vermir və hər 5 sorğudan biri vermir. Sadəcə bir dənə OTP kodu verir və biz həmin OTP kodunu tapmağa çalışırıq. Bu da şeyin daha rahat olduğunu göstərir. View all resource eyni şey qaytarır, bayaqki kimi. Go to admin panel dediyimiz zaman admin panelə daxil olmuş oluruq və artıq nəticədə də admin panelə daxil olub ən son sualı yazmış oluruq. Ən son sual bizdə Bobsun kredit kartının nömrəsini istəyir və biz də burada Bobsun kredit kartının nömrəsini, expiry date'in və CVV-sini görürük. Beləliklə bu labı da belə qutarmış oluruq.